Ariflər deyir ki, bəndə ibadətlə deyil, məhəbbət və mənəvi baxışlarla da Allaha tərəf gedir. Yəni namazla, orucla, Quran oxumaqla və sairlə yox. Nə ilə? Məhəbbət və mənəvi baxışlarla insan Allaha tərəf gedir. Məhəbbət budur ki, baxır bir şeyə, deyir ki, ilahi, bunu nə gözəl yaratmısan, ilahi. Heç dilinə də gətirmir, düşünür. Hər şeyi Rəbbinin bir cilvəsi görür. Hər şeyi, istər meyvəsinə baxır, istər özünə baxır, istər o münasibətlərə baxır, dostların bir-birinə sevgisinə baxır. Hansısa bir mənəvi məsələni oxuyur, hansısa bir arifin həyatından oxuyur. Deyir, bu zaman insan Rəbbinə tərəf gedir. Elə o məhəbbət və mənəvi baxış var ha, o insanın Allaha tərəf yaxınlaşdırır.